201 saat 40 dəqiqə fasiləsiz hərəkət edərək dünya rekordu qıran Mercedes-Benz 190Y 2.316. Tarix 21 avqust 1983. Mercedes-Benz 190Y-ni İtaliyadakı Nardo test poligonuna çıxardı. 190Y bu poligonda mümkünsüz rekord qırdı. 190Y-də bir sıra dəyişikliklər edilmişdi. Yan aynalar, qabaq bamper, qapı tutacaqları və digər çıxıntılı hissələr mümkünü qədər sadələşdirilmişdi. Radiator barmaqlığı və digər geniş hissələr mümkünü qədər bağlanmışdı. Avtomobilin yanacaq çəni tam dolu halda saatda 250 km sürətlə fasiləsiz hərəkət edirdi. Fasilə isə yalnız yağ, yanacaq və bir də təkərlərin dəyişilməsi üçün edilirdi. 190Y 201 saat 40 dəqiqənin tamamında nə az nə çox tam 50.000 km yol qət etmişdi və 3 ana olmaqla 12 fərqli rekorda imza atmışdı. Misal olaraq 25.000 km, 25.000 mil və 50.000 km rekordlarını göstərmək olar. Və sizcə yeni nəsil avtomobillər bu rekordları yeniləyə bilər? Son olaraq videoya like ataraq kanala abunə olmağı unutmayın.